Studiyamızın qonağı Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Biznesə Xidmətlər Departamentinin müdür müavini Altun Yasinlidir. Altun müəllim, xoş gördük siz studiyamızda. Və bugün biz klasterləşmədən danışacağıq. Ümumiyyətcə, ilk sualım elə odur ki, klasterləşmə nədir? Əvvəla hər birinizi salamlayıram, tamaşaçılarımızı da salamlayıram. Klaster hər hansı bir məhsul və xidmətin istehsalının zamanı resurslardan səmərəli istifadə edilməsi məqsədilə bir neçə müəssisənin bir arada cəmləşməsidir. Biz baxdığımız zaman indiyədək bir çox məhsul və xidmətin istehsalı zamanı bir çox proseslərin daha əvvəllər şirkətlər tərəfindən özləri tərəfindən həyata keçirilirdi. Lakin klasterlaşma isə hər hansı bir məhsulu və xidməti bir çox komponentlərini digər şirkətlər tərəfindən birgə cəm olaraq istifadə edilməsidir ki, burada da əsas məqsəd resurslara qənaət etmək, xərcləri optimallaşdırmaqdır. Ölkəmizdə klasterlaşmaya dair iki hüquqi çərçivə mövcuddur. Bununla əlaqədar Azərbaycan Respublikasının vergi məcəlləsində və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli müvafiq fərmanında klasterin əsas şirkəti və onun iştirakçılarına dair hüquqi əsaslar müəyyən edilmişdir. Qısaca olaraq tamaşaçılarımız üçün demək istərdik ki, KOP Cluster şirkəti məhsul və xidmətin əsas istehsalçısı, KOP Cluster iştirakçısı isə onu müvafiq resurslarla və xidmətlərlə təmin edən müəssisələrin adına deyilir. Ümumiyyətcə, klasterləşmə ilə bağlı dövlətin hansı güzəştləri mövcuddur? Klasterlaşma ilə bağlı Azərbaycan Respublikası vergi məcəlləsində KOP Cluster şirkəti qeydiyyata alındığı tarixdən etibarən 7 il müddətinə mənfəət və gəlir vergisindən azad edilir. Eyni zamanda istehsal məqsədi ilə xaricdən idxal etdiyi avadanlığın əlavə dəyər vergisindən azad edilir. Həmçinin istifadə etdiyi torpaqlara görə və əmlaka görə əmlak və torpaq vergisindən azad edilir. Həmçinin də KOP Cluster'ın iştirakçısı, yəni KOP Cluster şirkətinin mal və xidmətlərlə təmin edən sahibkarlıq subyektləri KOP Cluster şirkətinə satdığı məhsullara görə əldə etdiyi belə deyək, mənfəəti kapital yönlü xərclərə yönəltdiyi zaman bu zaman gəlir və mənfəət vergisindən azad edilir. Ümumiyyətcə, belə deyim, hansı sektorda, bir mütəxəssis kimi soruşuram bunu sizdən, hansı sektorda klasterlərin yaradılması səmərəli olar və ümumiyyətcə belə bir araşdırma aparılıbmı ki, hansı sahələrə daha düzgün olar? Bəli, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi tərəfindən ölkəmizin iqtisadi rayonlarının resursları və potensialları təhlil edilmiş, eyni zamanda onların nəqliyyat və coğrafiya əlaqələri ətraflı araşdırılmışdır və bu araşdırma nəticəsində hər bir iqtisadi rayonumuz üçün ayrı-ayrı sahələr müəyyən edilmişdir və bu sahələr biz həm yerli, həm də xarici investorlarla görüşdüyümüz zaman bu sahələrin hər birinin ətraflı təqdimatını edirik və bu sahələrə investisiya etdiyi təqdirdə KOP Cluster şirkətinin onlara verəcəyi üstünlər barədə ətraflı məlumatlar veririk. Bilirsiniz ki, bizim radiomuz Qarabağda və Şərqi Zəngəzurda yayımlanır. Oranın ilk regional radiosudur. Qarabağ və Şərqi Zəngəzurda, yəni hansı sahələrdə klasterləri qurmaq olar? Bəli, bununla bağlı xüsusi araşdırma aparılıb bizim tərəfimizdən. Qarabağ iqtisadi rayonunda əvvəla turizm sahəsində klasterin yaradılması məqsədə uyğun hesab edilir. Eyni zamanda regionun malik olduğu həm nəqliyyat, həm də kommunikasiya əlaqələri gün-gündən genişlənir. Bu genişlənməyə görə orada logistika və anbar təsərrüfatı sahəsində klasterin formalaşması, həmçinin yaradıcı sənayelərə uyğun klasterların formalaşması, eyni zamanda aqroklasterların fəaliyyətdə məqsədə uyğun hesab edilir. Şərqi Zəngəzur iqtisadi rayonunda isə yenə turizm sahəsində böyük potensial mövcuddur. Xüsusilə biz deyək ki, regionun malik olduğu nəqliyyat qovşaqları və nəqliyyat əlaqələri baxımından logistika sahəsində klasterların yaradılması məqsədə uyğun hesab edilir. Eyni zamanda sözgedən ərazidə aqrar emal, metal
ərintiləri və eyni zamanda tikinti məqsədli xammal istehsalı klasterlarının formalaşması məqsəd uyğun hesab edilir. Belə bir sual verəcəm sizə, Altun müəllim. Azərbaycanda artıq fəaliyyət göstərən klasterlər varmı və hansı bölgələrdə və sahələrdədir? Bəli, Varsa əgər. artıq ölkəmizdə 2 Kop Cluster şirkəti qeydiyyatdan keçmişdir. Bunlardan biri Quba şəhərində fəaliyyətə başlayacaq. Furtena Kop Cluster MMC-dir ki, şirkətin əsas fəaliyyəti meyvə xammalından meyvə konsentratının istehsalıdır ki, regionda bildiyimiz kimi sözgedən region meyvəçilik və tərəvəzçilik sahəsində ixtisaslaşmış bir bölgədir və bizə də indiyədək sahibkarların bir çox müraciəti olurdu ki, məhsulların satışı ilə əlaqədar bir çox çətinliklərlə üzləşirdilər. Bu məqsədlə Furtena Kop Cluster şirkəti ilə aparılmış əməkdaşlıq nəticəsində artıq belə deyək, regionda fəaliyyətə başlayacaq müəssisə illik 4000 tondan çox meyvə tədarük edəcək və konsentrat istehsal edəcəkdir. Ümumilikdə 15 milyon manat investisiya həcmi olacaqdır. İkinci yaradılan Kop Cluster şirkəti isə, yəni şəhadətnamə verdiyimiz şirkət isə Green Oil Cluster şirkətidir ki, şirkət Sumqayıt şəhəri bölgəsində fəaliyyətə başlayacaq və əsas istehsalı isə qatarlar, gəmilər, avtobuslar və müxtəlif inşaatda istifadə edilən böyük avadanlıqlar üçün sürtkü yağı istehsal edəcək və onu da qeyd etmək istərdim ki, sürtkü yağı istehsalı əsas xammalı tulantı yağları olacaqdır. Tullantı yağları isə avtomobil sənayesində, yəni bir növ təkrar emal olacaq. Bəli, təkrar emal olacaqdır. Yaşıl iqtisadiyyata töhfə verəcəkdir. Elə fürsətdən istifadə edərək sizin efirdən KOP subyektlərinə səslənmək istəyirik ki, hər iki müəssisənin iştirakçısı olmaq istəyən şirkətlər Kiçik və Orta Biznes İnkişaf Agentliyinə birbaşa yazılı və ya elektron formada müraciət edərək sözügedən şirkətlərin iştirakçısını çevirə bilərlər. Ümumiyyətcə, gəlin biraz problemlər haqqında danışaq və yanlış təsəvvürlər haqqında danışaq. Klasterləşmə ilə bağlı belə bir təsəvvürlər varmı və hansılardır? Bəli, klasterləşmənin hüquqi əsasları bizim sahibkarlar üçün bəzən aydın olmaya bilir və orada bir çox yanlış anlaşılma olur. Ən birinci nə kimi əsas məsələ? Qarşılaşdığımız ən böyük anlaşılmamazlıqlardan biri Kop Cluster'ın iştirakçılarıdır. Yəni əsas Kop Cluster şirkətini mal və xidmətlərlə təmin edən şirkətlər elə təsəvvür edir ki, onlar başqa heç bir yerə məhsul sata bilməz, ancaq Kop Cluster şirkətinə sata bilər. Eyni zamanda Kop Cluster şirkəti isə belə təsəvvür edir ki, mənfəətin bölüşdürülməsi zamanı mütləq Kop Cluster'ın iştirakçılarla birgə mənfəətin bölüşdürülməsi məsələsinə birgə qərar verilir və öz müstəqilliyini itirir. Bunların hər ikisi də ən çox rastlaşdığımız yanlış təsəvvürlərdir. Elə bunun məqsədləri Kiçik və Orta Biznes İnkişaf Agentliyi sahibkarlarla bu barədə aktiv görüşlər keçirilir, xüsusi təqdimatlar edilir və klaster mexanizminin hüquqi əsasları sahibkarlara tək-tək izah edilir. Bəs necə faydalana bilərlər klasterləşmədən fərdi sahibkarlar və mikro bizneslər? Fərdi sahibkarlar və mikro bizneslər ilk əvvəl olaraq ölkəmizdə yaradılmış klaster şirkətlərini izləməlidir. Hal-hazırda 2 Kop Cluster şirkətimiz var. Bayaq az əvvəl qeyd etdiyimiz kimi bunlardan biri Green Oil Cluster şirkətidir ki, burada belə deyək, tullantı yağı olan müəssisələr müraciət edərək onun iştirakçısına çevrilə bilər. Digəri isə meyvə konsentratı istehsalıdır. Meyvə konsentratı istehsal edənlər müraciət edə bilərlər. Yəni Furtena Kop Cluster şirkətinin iştirakçısı olması üçün. Eyni zamanda, yəni bizim tövsiyəmiz odur ki, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin həm sosial şəbəkə hesablarını, həmçinin də saytını mütəmadi izləsinlər. Yeni yaradılan Kop Cluster şirkətlərinə isə əlaqələndirmə məsələlərində biz köməklik göstərərik və onların iştirakçısına asanlıqla çevrilə bilər. Nə kimi köməkliklər göstərirsiniz hobbi olaraq? Biz əsas olaraq Kop Cluster şirkəti yaradılarkən tələb edilən sənədlər var. O sənədlərin ən başlıcasından biri və sahibkarların ən çox yaşadığı çətinlik Kop Cluster'ın funksional xəritəsinin hazırlanmasıdır.
Bu funksiyanal xəritənin hazırlanmasında demək olar ki, sahibkarların bir çox məsələlərdən maarifləndirmə edirik və ehtiyac yarandığı təqdirdə bizim Kob-inkişaf mərkəzləri vasitəsilə həm funksiyanal xəritənin hazırlanması, həmçinin də maliyyə iqtisadi əsaslandırmanın hazırlanmasında birbaşa köməklik edirik. Bir də müvafiq qanunvericiliyə əsasən bizim Kob Cluster şirkətinin minimum 10 iştirakçısı olmalıdır. Və biz indiyə kimi yaradılan 2 Kob Cluster şirkətində biz bunu gördük ki, bizim cluster şirkətlərimiz iştirakçı tapmaqda çətinlik çəkir və bu məsələdə çox böyük bir dəstək ola bilərik. Eyni zamanda olduq da indiyə kimi. Bizim regionda Kob dostlarımız fəaliyyət göstərir. Və bildiyimiz kimi şəhadətnamələr də verirsiniz. Kob Cluster şəhadətnaməsi. Bu haqqında istəyərdim ki, ətraflı məlumat verəsiniz. Bu şəhadətnaməni necə əldə etmək olar, hansı kriteriyalara cavab vermək lazımdır? Şəhadətnamənin əldə edilməsi üçün ilkin olaraq müvafiq qanunvericilik Kob Cluster şirkətinin meyarları hazırlanmışdır. Meyarlarda göstərilən 3 əsas şərtlərdən biri məhsul belə deyək, idxalı əvəz etməlidir. Yəni rəqabət qabiliyyətli məhsul olmalıdır. Eyni zamanda da turizm və ya otelçilik sahəsində də ola bilər. Bu üç şərtə cavab verdiyi təqdirdə hər bir ölkəmizin regionları üçün hazırlanmış minimal investisiya tələbləri vardır. Minimal investisiya tələbləri 500 min manatdan 5 milyon manata dəyişdir və bu hər bir şəhər, hər bir rayon üçün dəyişə bilir. Bunları Kiçik və Orta Biznes İnkişaf Agentliyinə müraciət edərək və yaxud da müvafiq qanunvericiliyə, qanun portalından istifadə edərək baxa bilərlər. Və bunlara cavab verdiyi təqdirdə isə şəhadətnamənin əldə edilməsi üçün bizə Kiçik və Orta Biznes İnkişaf Agentliyinə müraciət edir və müraciət etdikdən sonra isə biz məhsulun fəaliyyət kodunu incələyirik, daha sonra bunun rəqabət qabiliyyətli olub-olmadığını, idxalı nə qədər əvəz edib etmədiyini və region üzrə investisiya tələblərinə uyğun olub-olmadığını yoxlayırıq. Daha sonra isə sahibkarlıq subyektləri Kob Cluster haqqında qanunvericilikdə göstərilən sənədlərin hazırlanma prosesinə başlayırlar və sözügedən sənədlərin hazırlanması prosesində isə Kiçik və Orta Biznes İnkişaf Agentliyi həm birbaşa, həm də Kob-inkişaf onun struktur bölməsi olan Kob-inkişaf mərkəzləri vasitəsilə birbaşa olaraq sahibkarlara dəstək göstərir. Ümumiyyətcə problemlərdən danışdıq, yanlış təsəvvürlərdən danışdıq. Gəlin bunun uğurlu hissəsindən də danışaq. Klasterləşmə beynəlxalq təcrübədə klasterləşmənin hansı uğurlu nümunələrini deyə bilərsiniz? Bəli, beynəlxalq praktikaya baxdığımız zaman həm inkişaf etmiş ölkələrdə, böyük iqtisadiyyatı malik ölkələrdə, həm də balaca iqtisadiyyatı olan ölkələrdə klasterləşmə modeli çox uğur gətirdiyini görə bilirik. Məsələn, Çin kimi nəhəng iqtisadiyyatı olan, Cənubi Koreya kimi nəhəng iqtisadiyyatı olan ölkələrdə klasterləşmə daha çox texnologiyaya yönəlmişdirsə, Yunanistan kimi ölkələrdə turizm klasterlarının çox yaxşı effekt vermişdir. Hətta Yunanistanda baş vermiş maliyyə böhranının aradan qaldırılması üçün turizm klasterları çox böyük rol oynadı və o dövrdə müəssisələrin hərtərəfli inkişafını təmin etdi. Eyni zamanda biz baxdığımız zaman Estoniya, Latviya, Litviya, yəni Şərqi Avropa ölkələrində də bu uğurla tətbiq edilir. Türkiyə Respublikasında uğurla tətbiq edilir və klaster mexanizmindən aktiv istifadə edən ölkələrdə inkişaf daha sürətli olur və müəssisələrin inkişafı və müəssisələrin birləşməsi daha tez həyata keçir. Bəs klasterlərin formalaşması regionlara və sahələrə investisiya axınına necə təsir edir? İnvestisiya axını klasterin xüsusiyyətinə baxdığımız zaman klaster özlüyündə digər şirkətlərlə birgə mal və xidmətlərin dövriyyəsini təmin edir və burada regionun hərtərəfli inkişafına şərait yaradır. İlk olaraq regionun tarazlı inkişafını və digər regionlarla bərabər inkişafına şərait yaradır. İnvestisiya axınını hərtərəfli gücləndirir və daha sonra nəqliyyat coğrafiya əlaqələrini inkişaf elətdirir və sahibkarların, regiondakı sahibkarların bazara çıxış imkanlarını daha tez artırır. Bəs sahibkarlardan danışdıq, investorlar ola bilər ki, hansı ki klastera yatırım eləmək istəyər. İnvestorlar üçün klaster mühitində fəaliyyət göstərmək hansı əlavə imkanları və güzəştləri təmin edir?
İnvestorlar üçün klaster mexanizmi demək olar ki, onların investisiyasının geri dönüşümünü daha çox sürətləndirir və hal-hazırda klastera verilən vergi təşviqləri və eyni zamanda klasterin təbii olaraq digər müəssisələrlə birgə inkişafının təmin edilməsi investisiyanın gəlirə çevrilmə periodunu daha sürətləndirir. Həmçinin investorlar üçün əlavə investisiya sahələri də yaranır. Bir də investorların əsas qayğıları belə desək ki, belə tədarük, təchizat məsələlərində, yəni təchizat zəncirinin səmərəli idarə edilməsində klasterlar daha optimal şərait yaradır. Və sonuncu sualım, istərdim ki, klasterləşməyə maraq göstərən sahibkarlara və yaxud investorlara bir müraciət edəsiniz. Onlar nəyə daha çox diqqət yetirməlidirlər? Klasterdan istifadə etmək istəyən sahibkarlara ilk olaraq tövsiyəmiz budur ki, hər hansı bir sahədə investisiya etmək istəyirsinizsə, mütləq belə deyək, 500 min manatdan yuxarı investisiya nəzərdə tutursunuzsa, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinə müraciət edin və sizin belə deyək, investisiyanızın klasterlaşması üçün Kiçik və Orta Biznesin İnkişaf Agentliyi tərəfindən sizə müvafiq konsultasiya veriləcəkdir. Həmçinin sənədlərin hazırlanma prosesindən də narahat olmasınlar. Ola bilsin ki, klaster mexanizminin hüquqi əsaslarını oxuduqları zaman prosesin çətin olduğunu təsəvvür edirlər, amma elə deyil. Yəni bu məsələdə tək deyillər. Bizim Kiçik və Orta Biznesin İnkişaf Agentliyi hər zaman onların yanındadır və onların layihələrinin hazırlanması, iştirakçıların tapılması, həmçinin nəqliyyat coğrafiya əlaqələrində nəyə fikir verməlidirlər və hansı sektorları, hansı yan sektorlarla birləşdirə bilərlər, bu barədə onlara dəstək olacağıq. Təşəkkür edirəm sizə ətraflı cavablarınız üçün. Altun müəllim, minnətdaram. Sizi studiyamızda yenidən görməyə şad olarıq. Sağ ol. Xatırladım ki, studiyamızın qonağı Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Biznesə Xidmətlər Departamentinin müdir müavini Altun Yasin